Mən buradakı kimi həyasız deyildim. Bax, çörəyin adı haqqı. Bax, bu bərəkətə and olsun. Qaynanam nəsə deyəndə gedib oturub ağlayırdım. Bax, Qurana and olsun, kim mənə qınayırsa başına gəlsin, əgər gülürsə. Sol qolum tutulmuşdu mənim əsəbdən. O qədər içimi atırdım, cavab qaytarmırdım ki, qolum tutulmuşdu mənim əsəbdən. Bax, bu bərəkətə and olsun deyirəm. Cavab qaytarmamaqdan. Axırda cırdım ağızlarını, qoydum yerə. Qabları sındırdım, evləri dağıtdım, cavabımı qaytardım, söydüm, batırdım, nəsil əcabətlərini düzdüm stroya. Hər şey elədim. Allah and olsun, başıma and içirdilər. Başıma and içirdilər. Hörmət elədim, qanmadılar. Söyüb batırıram, başıma and içirlər. Bir dəfə acıq elib gedirəm. Qurana and olsun, çalışı yaxdarım, kulok. Bax, rəhmətli qaynanam, yerə soxum onu. Kulok axtarım, belirli. Ana, kulok buradədir. Kulok, ana kulok. Kulok, buradədir kulok. Oğlu orada əlim vurub divara, əli cırıq-cırıq olub əsəbdən ki, arvad gedir, bu biri. Ana kulok burada, kulok buradadır. Dedim ki, sənin mütrif sifəti və. Yüz vızqırdaz dedim buradan. Allah sənə dedim, belovu versin. Cındıres dedim. Hə. Nə olsun? Çatmır axı. Çatışmır. Ərim gəlirdi anamın evinə, qurban olum, ölüm ayağımın altında. Qurana əl basırdı, tövbə. Bir də səni yola verməsələr, fisyo. Səni gedəcək başqa evə. Hə, deyirdim, hə, yaxşı. Gedirdim, girən kimi evə. Sən niyə gəlib oturmuşsan ataqda, anam bacım oturub orada tək. Saymamazlıq eləyirsən. 1, 2, 3, 4, 5, 6, 7... Dedim, sən uca fıskırtdın. Bir də acıq eləyib gəlirdim bacıq. Elə yaxşı qadın idim ki, həmişə mən hörmət saxlamışam. Səhər dururdum, yeməyini, içməyini verirdim. Doyuzdururdum bunun yeməyini, çayını, yeməyini, içməyini, səhər yola salırdım. Sakitcə, ehmalca. Onda hamileydim, tonusum var idi. Dərmanlarımı götürürdüm. Belə sakitcə. Yığışırdım. Gedirdim, qaça-qaça, taksimi çağırırdım, gəlirdim anamın evinə. Amma adam baş üstü Allah var, yeyib içməyini verib gəlirdim. Çayın qoyurdum, çörəyin qoyurdum, yeməyini verib, heç hiss elətdirmirdim, çıxıb gedəcəm. 12K nədir? Azər bildim 22K-da, ola bilməz 22K. Bax, belə qızlar, başa düşürsünüz? Ona görə də Ninavi Jini Paşlati. Qaynana baldızdan danışırıq, ona görə belədir. Cəmaat ölmür qaynana baldızdan ötürü. Başa düşdünüz?